Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bu günləri 25 iyun 2025-ci il lisey və gimnaziyalara qəbul imtahanı 6-cı sinifdən 7-ci sinifə qəbul üçün imtahanların Azərbaycan dilindən testlərin izahına baxacağıq. Videoya keçməmişdən əvvəl səhifəmizə abunə olmağı və videoları bəyənməyi unutmayın. İlk sualımız. Ahəng qanunu pozulmuş sözü müəyyən edin. Nəğməkar, doğrudur, A bəndi. Hansı bədii sözlər sinonim deyil? Xeyirxah, zəhmətkeş, A bəndi, sinonim bunlar deyil. Kökləri eyni olan düzəltmə sözləri müəyyən edin. Kökləri eyni olsun. Sonuncu, sonluq. Sözün kökü son olur, sonuncu olur, son olur, sonluq olur. Bu da doğru. İsimləşmiş sayın işləndiyi cümləni müəyyən edin. Axırıncı söz mənim idi. Hansı söz bu deyil. Minlərlə insan bu da deyil. Bu hadisə çoxdan olmuşdu. Bu da deyil. Narazı olanlar birincilərdir. Bəli, birinci siniflərdir yəni. Verilmiş sözlərdən biri həm inkar şəkilçisi feil, həm də leksik şəkilçili isim kimi düşünülə bilər. Bölmə, bir var kərəyi bölmə, bir var da bölmə əməliyyatı. C bəndi. Hansı şəkilçi türk sözünün kökündəki son samitin tələffüzü dəyişər? Bu sözlər istisna sözlərdir. Bunlarda heç bir fərq olmaz. Daha sonra qeyri-müəyyən əvəzliyi müəyyən edin. Nə isə doğru variant. Mənsubiyyət şəkilçili iki sözün işləndiyi cümləni müəyyən edin. Burada C bəndinə baxaq. Şairin yəlikal əsəri mənsubiyyət, Molla Nəsrəddinin qeyri-müəyyən yəlikal jurnalı mənsubiyyət. Və əsəri və jurnalı cavab C bəndi. Növbəti sual 9-cu sualımız. Hansı cümlədə verilmiş tələblərin eyni anda hər üçünə uyğun gələn söz var? 1. Çox mənalı sözdür. 2. Sinonimi var. 3. Qurluqsa düzəltmə sözdür. Burada düzəltmə sözdür. Düzəltmək istəyir. Parlaq, parlayır, parlaq olur. Çox mənalı sözdür. Parlaq, işıq həqiqi, parlaq, insan, məcazi. Sinonimi var. İşıqla, parlaq. Necə? Cavab B. 10-cu sual. Verilmiş cümlənin təhlili ilə bağlı düzgün fikri müəyyən edin. Gecələr kəndin aşağısında gözəl bir mənzərə yaradır. Baxaq burada. Gecələr sualından asılı olaraq isim və zərf kimi işlənə bilər.